Hər vaxtınız xeyir olsun dəyərli dinləyicilər, həmçinin izləyicilər. Gündəm Qarabağ verilişini dinləyirsiniz. Bizi sosial şəbəkələrdən izləyə də bilərsiniz. CBC FM Azərbaycan yazmaqla Facebookdan və YouTubedan bu gün çox dəyərli qonağımız var. Ehtiyatda olan mayor, hərbi ekspert, kəşfiyyatçı İlkin Ağazadə. Hər vaxtınız xeyir, xoş gəlmisiniz. Hər vaxtınız xeyir. Mən də bütün dinləyicilərimizi salamlayıram. Hər vaxtınız xeyir deyirəm. Gününüz uğurlu keçsin, sevinç dolu keçsin, süd dolu keçsin. Sizə və komandanıza təşəkkür edirəm ki, bu gün məni qonaq edibsiniz. Çox təşəkkür edirəm mən də. Müharibə zamanından, 44 günlük Vətən müharibəsi zamanından istəyirdik ki, danışaq. Bu bizim təbii ki, şanlı tariximizdir. 2020-ci il siz orada iştirak elədiniz, kəşfiyyatçıydınız, xüsusi bir yük var idi bizim üzərimizdə, xüsusi bir ağırlıq və məsuliyyət var idi ki, 2020-ci ildə siz həmin o məsuliyyəti, yükdən bizi azad elədiniz. Çox təşəkkür edirəm sizə. Çox sağ olun. İstəyirdik həmin günləri bir xatırlayaq. Əlbəttə, bu il artıq səfərimizin 5 ilidir. Qarabağ müharibəsi bizim üçün bir dövrün başlanğıcı oldu. Biz 2020-yə qədər mən bir çox ölkələrdə olmuşam. Hər zaman hər ölkəyə gedəndə hərbi təlimlərlə bağlı. Orada belə bizə bizim bu arada hazırlıq çox yüksəkdir. Onu deyim mən sizə. Digər ölkələrlə müqayisə edəndə, onlarla təlimlərdə olanda, onlar bizə hər zaman baxırdılar. Hətta bir dəfə Türkiyədə bir komando mənsubu ilə söhbət edəndə mənə qayıtdı ki, komutanım, siz bu qədər güclüyseniz nədən yəni Ermənistan kimi kiçik bir dövlətlə savaşa bilmirsiniz? Belə bir sual verdi. Bu sual mənə çox pis təsir elədi. Çox belə qardaş ölkədir. Bəli, qardaş, yəni bir yerdə bütün günü təlimdə olduğumuz, qaçdığımız, tullandığımız adamdır, amma onun bu yanaşması çox belə mənfi bir emosiya yaratdı məndə. Belə bir istədim o anda bəlkə də onu vura bilərdim. Yəni öyle bir duyğu yaratdı ki, bu nə sözdür? Və ilişib qaldım. Bəlkə də pis mənada demirdi. Yox, pis mənada əlbəttə, sadəcə öyrənmək üçündür. Amma o duyğu mənə çox neqativ bir şey yaşatdı və mən belə düşündüm, tez baxdım ona. Belə də cavab olmadı. Sadəcə bunu dedim ki, bu politik bir durumdur, yəni siyasi bir məsələdir. Və utandım həqiqətən. Sözün əsasında utandım. Çünki deyəcək bir sözüm yoxdur. Adam o an üçün haqlı idi. Faktiki olaraq 20% torpağımız işğal altındadır və biz bir şey eləyə bilmirdik. Amma 2020-də o bəlkə də onu bu gün görsəm üzünə deyirəm ki, bax, biz bunu bacardıq. Gəl gedək Qarabağa. Yəni həqiqətən bir çox yerdə biz bu duyğunu yaşayırdıq. Amma bu gün Azərbaycan ordusu bizim komandolarımız bu il, yəni bir neçə gün bundan öncə Özbəkistanda Birlik 2025 tədbirinə getmişdi. Mən o uşaqlarla görüşdüm, getməmişdim, amma görüşdüm. Onlara biraz belə motivasiya verdim. Hamısı mənim köhnə tələbələrimdir. Dərs dedim uşaqlardı. Onlara belə bir söz dedim. Dedim, siz getdiyiniz yerdə bir çox ölkə görəcəksiniz. Türk mənşəli ölkələrdə, Özbəkistan, Qazaxıstan və s. Amma bir şey unutmayın. Qalib ordu kimi. Onlar hamısı təlim keçib. Siz o təlimi yaşayırsınız. Savaşmış ölkəsiz. Siz həqiqətən döyüş, yəni ön xəttdə döyüşən çox bacarıqlı bir hərbi şəxsiyyəti idi. Dedim, bax, siz döyüşmüş bir əsgərlərsiniz. Onların təlimdə yaşadıqlarını siz realda savaşırsınız. Ona siz onlardan hər zaman üstünsünüz. Bunu unutmayın. Bu sizə motivasiya olsun. Siz qalib ordunun əsgərləri olaraq təlimə, yarışa gedirsiniz. Və dediyim kimi, yəni bu gün də biz o duyğunu yaşayırıq. Hər yerdə yaşayırıq o duyğunu. Mənim üçün bir 2 ay bundan Haduta getmişdim. O Füzulidə Alxanda içində gömrük postu var, saxladılar belə, işte yoxlayırlar portal və s. Oraya girəndən sonra belə bir qəribə bir duyğu yaşadım ki, 2020-də mən burada olmuşum. Burada yeri getmişdik. Burada işte filan kəs şəhid olmuşdu. Burada mən yaralanmışdım. Orada bu olmuşdu. Burada bu olmuşdu. Belə qarışıq duyğular da, sevinç, kədər, hamısı bir-birinə qarışmış şəkildə, amma belə bir fərəh var ki, düz asfalt, hər yer, yəni qaydasında partlamış tank yox, yanan bir şey yox, səs-küy yox. Artıq ağaclar əkilib, güllər atılır. Hər şey gözəl, insanlar hərəkət edir. Məsələn, Füzuliyə girəndə böyük bir yaşayış kompleksi, oradan Haduta getsən, bu yollar pis gündə idi, mərmi düşmüşdü. Həm müasir şəkildə indi müthiş bir təmir komplekslər var. Bəli. Belə bir qəribə bir duyğu yaşayırsan ki, ayda, yəni 5 il hara, bu il hara, yəni 5 il aradakı. Və biz gedəndə də o həmin ərazi 30 il onlar hansı günə qoymuşdu onu da gördük ya. Bəli. Mən Ağdama gedəndə bildiniz, yəni Celdağda o bunker aşağı çıxanda biz oraya getmişdik. Belə o video hələ də məndə qalıb, pikapda gedə-gedə çəkirəm. Bir dənə sağlam yer yoxdur. Ayın 20-si günü mən də ora əsgərlərimizdən bir daxil olduq. Ən böyük arzum idi
əsgərimizdən müsahibə almaq. Hı. O tankın üstündə müsahibə almaq. Albert Agaronovun müsahibəsi həmişə mənim yadıma düşürdü. Hə, bəli. Dedim ki, mən bunu təkrarlayacağam da. Və bunun arzusu ilə mən jurnalistikaya gəldim və onu elədim. Çıxdım əsgərdən tankın üstünə tez çıxdım. O Müdafiə Nazirliyinin mətbuat katibi, mətbuat idarəsinin rəisi Anar Eyvazov belə dedi. "Xanlar, nə edirsən orada?" Dedim, "İndi müsahibə almayıb. Nə vaxt alacağam?" Bu səhnə belə vaxt görəcəm. Hə, dedim indi müsahibə almayıb ana. Nə vaxt alacağam? Dedi, "Bəs bu boyda jurnalist." Dedim, "Onlara da icazə ver." Dedim, "Keçin." Dediyim kimi, yəni mən Ağdamı görəndə o qədər belə evin yıxılmış kimi şeydir. Yəni təsəvvür gəlsə evin dağılıb. Belə bir duyğu. Amma bu gün Ən Ağdama hündür 2 kubik. Bəli. Ən Hər yerdə hündür 2 atmışlar. kubik. Metal tapa bilməzdim. Metal hamısını daşımışdılar. Dəmir mismar belə yox idi. Yox idi. Yox Yerdə idi. mismar belə yox idi. Hər şeylər beşik, meşik hamısını Aha. aparmışdılar. Orada çən vardı. Baxırsan ki, yəni hiss edirsən ki, burada çən oldu da burada. Sadəcə o altı qalıb hissəni kəsiblər O bunu. Ağdam çay evi tamam yox idi. Yox idi, heç nə Bir qalmamış. balaca dəmir qalmışdı. Hər Onda şey nə yaxşı dağıtmışlar, aparmayıblar. bəli. Mən hələ də Bir dənə belə ara bir evlər olardı, təklik. O da ki, ferma kimi kiminsə gəlib ora, oranı bağlayıb ki, qoyunların falan orada saxlasın, özü orada qalsın. O da təklik tapardın. Bu arada təkcə Ağdamda yox, Füzulidə belə idi, Cəbrayılda belə idi. Zəngilanın özü. Zəngilanın özü belə hamısını Qubadlının bir tərəfi. dağıtmışlar hamısını. Hə, Hadrutdan etibarən yaşayırlar deyə orada biraz səliqəli bir belə deyim, mühit yaratmışdılar. Amma geri qalan hər yeri dağıtmışlar. Və hiss etsin ki, daşıyıblar buranı. Hə. Rəsmən Talayıblar. daşıyıblar, talayıblar. Yəni heç bir şey qalmamışdı. Amma bu gün gəlsən məsələn elektrik stansiyasından tutmuş adından çıxdı Füzuliyə girəndə sağda Bəli, bəli. köndələn su anbarı. Bəli. Və yanında o gün gördüm, təzəcə gördüm. Belə bir balaca park kimi salıblar Bəli, orada. Durdum belə baxdım. Biz müharibədən sonra müharibə ərəfəsində getmişdik Köndələn çaya. Belə bir müthiş bir şey mənzərəsi var. Belə park zad salıblar və biz yerində bir dənə nənə ilə baba çox güman ki o dövrün insanlarıdır. Oturmuşlar belə skamyakada üzü şeydə gölə baxır. Xatirələr. Hə, söhbət edir. Yaşlı bir nənə ilə baba idi. Biz də düşdük belə biraz gəzdik orada. Onlar da belə oturmuşlar, gölə tərəf baxırdılar. Və əminəm ki, mən onlar belə o dövrdə yaşamış, yəni sonra Orada qaçqın düşmüş insanlardır. Onların o şəkildə o fəxrlə baxması bu qələbənin özünün bir simvolu. o qələbənin özüdür. Bəli, qələbənin özü odur, simvolu budur. Ki bu gün o nənələr, o babalar, bəziləri indi oranı görmədilər, ömrü yetmədi, amma bu gün biz məsələn vaxt var ki, biz oturub bir yemək yeyəndə, bir bayramda təbrik deyirdik və arzu deyirdik. Deyirdik ki, İnşallah gələn olsun, Xocalıya gedək oraya. Bu gün o arzu yoxdur. Nə mənada yoxdur? Rahat gedə bildik. Gəncəyə getdiyimiz kimi Xocalıya gedirik. Gəncəyə getdik. Gəncəyə də 4 saata gedirəm, hatta 4 saata gedirəm və heç bir qadağa yoxdur mənim üçün. Hə, portal var, o da məcburi bir qayda, təhlükəsizlik üçün və dövlətin minaya düşmək. qaydası var. Çünki düşmən oranı yetərincə belə deyim, sursat baxımından, partlayıcı baxımından, mina baxımından zibilliyi belə deyək. Yəni adamlar əlindən gələni eləyirlər. Bunun üçün mütləq bir dövr lazımdır. Yəni dövlət də bunu oturub fikirləşir ki, insanların təhlükəsiz yaşaması üçün, təhlükəsiz səyahət üçün bu vacibdir. Bir də dediyim kimi də, yəni ora tam şəkildə bu dəqiqə təmizlənmədiyi üçün və kompleksləşmədiyi üçün bu vacib bir şərtdir. Bir dövr sonra, 2 il sonra, 1 il sonra dövlətin bildiyi bir dövr var. Bu da olmayacaq. Əlbəttə, yəni 3-5 illə çox. Hala gedim ki, də bir dənə məsələn Xocalıda səhər yeməyi yeyib qayıdaq. Hə. Abidə orada elə. Şuşada Xəngəliyə qayıdaq. Abidə orada elə. Payız gəlib Abidə gedib Xocalıya. Bayaq qeyd elədiniz, yaşlı nənə, baba o Köndələn çaya baxırdı. Və təsəvvür edin, indi biz onlara yaşlı deyirik. 30 il bundan qabaq 70 yaşı olan adam indi o vaxtda 40 yaşı var. Bəli, bizim yaşlılar. Yəni təsəvvür eləyin də ömrünün ən gözəl çağında o adam qaçqın düşür və gəlir sıfırdan qurur. Mən sizə bir əhvalat danışım. Mənim komandirim Zaur Rüstəmov. Komand təlim mərkəzində mənim komandirim idi. O bizim yəni Aras istiqamətdə döyüşməyib, Ağdərə istiqamətdə döyüşüb, Murovdağ istiqamətdə döyüşüb, bacarıqlı bir zabitdir. Sonra bizim təlim mərkəzinə, komand təlim mərkəzinə rəhbər vermişdilər. İndi bir yüksək bir vəzifədədir, vəzifəsini deməyim. O mənə qayıtdı ki, sən Cəbrayıl istiqamətdə olubsan, bu arada Cəbrayıl Sultanlı kəndindəndir. O istiqamətdə olubsan, oraları tanıyırsan. O oradan çıxanda 11 yoxsa 10 yaşı olub. Yəni özü qaçqın həyatı yaşayıb, sonra gəlib Füzulidə, İmişlidə qaçqın düşərgələrində qalıb, sonra Bakıda gəlib köçüblər. Oradan sonra hərbi məktəbə və zabit olub. Dedim, mən komand tanıyıram. Dedim, mən icazə alım. Zaten Hadrutda bir tədbirlə bağlı gedəcəyik. Mənə göstər o. Mənə prosta bələdçilik elədi. Sən oralarda olubsan deyə mən çoxdan çıxmışam uşaq. Dedim, mən komand gedik. Biz getdik.
Hadrutda bir tədbirimiz vardı. Ezam getdik Hadrutda. Oradan da icazə aldıq. Komandir öz istiqamətində icazə aldı. Getdik Cəbrayıla. Komandir də yəni belə çıxmasında mənim 2 qatımdır. Yəni zaten tanıyır. Yəni bayağı bir kişilərdəndir, köhnə kişilərdəndir. Yaxşı da insandır. Yəni namaz qılan belə müthiş bir insandır. Çox sevdiyim bir insandır. Gəldik. Komandir deyir mənəm avtomatik olaraq, yəni bu bir refleksi mən qabağa düşdüm. Komandir qayıtdı ki, min olur, demək ki, narahat olmayın, gəlin. Asfaltlı yer, nə tər asfaltlı, köhnə asfaltlı dağıntılsa, amma hər şey ola bilər. Baxa-baxa gedirik. Komandir də belə baxır, dağılıb hər yer, xarabalıqdır. Evini axtarır. Deyir ki, bizim evin yanında hamam var idi. Ondan xatırlayır ki, bizim evin yanında böyük bir hamam var idi. Hələ də ağıl gəlib elə bilir ki, onlar gəlib normal yaşayır. Hə, o yadımda qalıb. Bu arada o kənddə 3 gün döyüş gedib. Yəni o istiqamətdə olmuşam belə 3 gün döyüş, yerdə girizlər və s. və s. Hə, gəzirik belə. Komandir də hamama axtarır ki, hamama görə tapsın. Bir də dəmir yolu keçir yanına. Hə, qayıt ki, dəmir yolu belə gəldi. Dedi bura hamamdır. Bura bizim evdir. Ev bax bu boyda divar qaldı evin. Hamamı da hiss edirsiz ki, bayaq dediyim kimi böyük bir yəni dəmir çən olub suyu saxlamaq üçün. Kəsiblər belə. Hə, yerindən dəmir qalıb yerdə. Hə. İlk komandir belə toxuna divarlara. İndi uşaqlıq xatirəsi adam uşaqlığı oradan keçib. Hə, mən belə öz-özünə danışır, ya mənlə danışır, tam da onun. Bura dayımın evi idi, bura xalamın idi. O vaxt bir kənddə 5-6 ailə bir yerdə qalırdı. Hə, biz bura gəldik, çimirdik, belə danışır özü üçün. Belə hiss sevgi səsindən kövrəlib. İndi komandirdir, mənim yanımda ağlamaqda biraz etik deyil. Mən də avtomatik belə uzaqlaşdım ki, rahat olsun. Sonra götürdü, bilmədim, anasına mı zəng elədi, kimisə görüntülü zəng elədi. Set də biraz pisdir. Bu arada orada da Zəngəzur dəhlizinə gedən yol oradan keçir. Yolu təmir edirlər. Maşınlar gedir, iş gedir də. Hə, iş gedir. Dəmir yol ayrı çəkilir. Dəmir yoluna paralel 4 zolaqlı yol çəkilir, asfalt yol çəkilir. Mən də çəkildim, komandiri izləyirəm. Bu arada ikimiz də tapança ilə şimdi onlar da ərazidə. 2022-dir, dəqiqəmdadır. Komandir evdən danışa hiss edirəm ki, burnunu çəkir, hiss edirəm ki, ağlayır da. Normal, nə olsun 40-50 yaş var. Adamın uşaqlığı burada keçib, uşaq xatirələr burada. Hə, danışdı, belə göstərdi falan. Mən də kənara durmuşam ki, rahat ailəsindən danışsın. Danışdı. Bitirdik, yavaş gedirik. Çünki vaxtımız da məhduddur. Belə gedir, qayıtdı ki, burada mənə danışır. Xalamın evi var idi, həyətdə velosiped var idi, balaca, 3 o uşaq velosiped. Onu sürürdüm falan, belə danışa. Velosiped ordadır. Velosiped ordadır. O qədər belə müthiş bir duyğudur. Velosiped oradaydı. Dağılmış velosiped əlbəttə, dəmirlər falan. Velosiped amma oradaydı. Qayıtdı belə xalamın evi olmalıdır, belə indi onu da yadımdan çıxır. Belə gəldi evin qabağına, velosiped evin qabağında. Hə. Şeydir. Belə bir qəribə bir duyğu yaşadıq da. Yəni velosiped orada və s. Həmin vaxt xatırladım. Yenə biraz kövrəldi, hiss elədim. Sonra yol boyunca belə bütün yolu belə bir şey də oldu, belə bir. Amma təbii ki, indi həmin ərazilərə gedəndə, indi o yenidən qurbanı görəndə və deyirsiniz ki, həqiqətən də şükür olsun bu günə. Əlbəttə. Bir dəfə Zəngəzur hansı kəndi xatırlamıram, bir ağsaqqal gəldi. Biz o ərazidə idik. Nəsə bağ fəth edir. Ağsaqqal gəldi. Kəndə girdi, dizini atdı yerə, torpağı belə əli ilə götürdü, üzünə çəkdi. Çəkdi, sonra başladı ağlamağa. Bildiyiz, yəni 5-60 yaşı, hönkür kişi ağlayırdı. Yəni o 30 yaşında çıxır o yəni. Təsəvvür 30 yaşında cavanlığa gəlib. Biz də durmuşuq bir kəndə, indi bu 30 ildə nələr yaşayıb bu qaçqınçılıq həyatı. İndi mən yaşamamışam, amma yəni düşünürəm ki, rahat bir həyat deyil. İnsan çadırda qalır, məhdud şəraitdə və s. Və təsəvvür ki, heç birimiz ürək edib kişiyə yaxınlaşa bilmirik. Çünki mən düşünürəm ki, onun haqqıdır ağlamaq. Yəni duyğunu yaşamaq onun haqqıdır. Bəli. Onu rahat burax ki, o duyğunu yaşayıb qutarsın. Prosta yanında durmuş ki, birdən də bir şey olar və s. ürəkdən ağsaqqal kişidir. Belə 10 metr 15 metr. Kişi bildiyiz bir ağlamağa ağlayırdı. O qədər belə hamımız baxırıq bir-birimizə. Sevinç gözü yaşlar. Bəli, əlbəttə sevinç gözü. Hamımız bir-birimizə baxırıq. Bu baxışlarda biz həm sevinç var ki, bu qələbəni biz bacarmışıq. Biz elədik, bəli. Hamı yəni bərabər işte birinin qoluna güllə dəyib, birinin ayağına dəyib, qəlpə var və s. Mən də 18 dənə qəlpələrdə qalıb. Belə bir duyğu yaşayırıq. Amma bir tərəfdən də yəni hüzünlənirsən ki, 30 il. Adam 30 ilini yəni evindən kənarda keçirir və bu gün gəlib ora, dediyim kimi, yəni o sevinclə kədər
Bəhdətdir. Və təbii ki, ordu quruculuğundan danışsaq, Azərbaycan bu dəqiqə elə istəyir əvvəl də olsun, o müharibəyə hazırlıq dövründə də olsun, müharibə zamanında olsun, sonra da olsun, günü-gündən güclənir. Həmişə deyirəm də Azərbaycanın ordusunun sürətinə heç Azərbaycan interneti çatmır. Doğru. İnternetin sürəti çatmır. Yəni bu dərəcədə sürətlə biz inkişaf edirik. İndiki Azərbaycan ordusunu biz dəyərləndirsək, necə dəyərləndirir? SIPRI deyilən bir təşkilat var. Stockholm International Peace Research Institute, Sülh Araşdırma İnstitutu, belə bir institut var. Bu institutun hər il dünyanın ordularının hərbi büdcəsini, onların balansını, güc qabiliyyətini hesablayır. 2020-ci ildə Azərbaycan ordusunun hərbi büdcəsi 2.2 milyard dollardır. Bu gün 3.8 milyard dollardır. Hardasa 2 qatıdır. Və bu böyük bir büdcədir ordu üçün. Ermənin büdcəsi 2020-də 680 neçə milyon təxminən bu civarda dollar idi. Bu gün 1.2 milyard dollardır. Yəni yenə də bizim büdcəmizdən bir dəfə yox, bir neçə dəfə aşağıdır. Bu əlbəttə bizim ordunun inkişaf sürətini göstərir. O cümlədən biz 2020-dən bu yana 2020-ci il müharibə oldu. Ondan başqa da xüsusi əməliyyatlar keçirdi 2020-də. Lokal terror əməliyyatları və s. Bunlar ordunun təcrübəsini artırdı. Təcrübə nədən qazanılır? Zəif tərəflərini görürsən, nəyin əksikliyi görürsən, onu artırırsan. Nə yaxşıdır, onun üzərində işləyirsən, daha da artırırsan. Və biz bunun üzərində çox yaxşı bir şəkildə belə o təcrübəni istifadə elədik. İnkişaf elədik. Məsələn, müharibədə gördük ki, bugünkü dövrün müharibəsi mobil qrupların fəaliyyətidir. Kiçik qruplar, 10 nəfər, 15 nəfər, 20 nəfər. Niyə xüsusilə qüvvələr daha çox uğur qazandı? Çünki mobil qruplar idi. 10-12 nəfər yüksək hazırlıqlı əsgər mobil şəkildə, sürətli şəkildə bir dağa dırmandı, bir təpəyə dırmandı, bir yolu tutdu. Vəsə, bütün bir bölmənin, bir taburun, bir briqadanın hərəkətini dayandırdı. Daha ağıllı hərəkət. Daha ağıllı, daha mobil qruplar. Bu dəqiqə Ukrayna-Rusiya müharibəsində bunu görürük. Ukrayna ordusu çox gözəl şəkildə təşkilatlanır və mobil şəkildə bu fəaliyyəti icra edir. Və 2020-dən sonra 21-ci ildə komando strukturu yaradıldı Azərbaycanda Türkiyənin ordusunu motiv götürülərək. Bu komando strukturu əslində bizdə əvvəl də vardı. Kəşfiyyat bölmələri idi. Kəşfiyyat bölmələrinin bəli adını dəyişdirdilər. Və sayını artırdılar belə, çapını böyütdülər, silahını, texnikasını böyütdülər. Elədilər komando bölmələri. Dedim ki, mən 2021-də həmin komando təlim mərkəzi açılanda oranı ilk zabitlərindən olmuşam, baş müəllim, baş təlimatçısı olmuşam və biraz təvəzzükardan kənar yaradıcılarından biri olmuşam. Yəni 10-15 zabit biz. Sistem quran şəxslər. Yəni sistemi, orada tədris proqramını, təlim mərkəzlərini, nə eksiklərimiz var, onu biz tamamlamışıq və günü-gündən tamamlanır. Yəni mən 1 ildə çıxmışam, bu il getmişdim, 3-4 ay bundan qabaq. Baxdım ki, yeni şeylər gətirir və bu davam edir. Bu gün yəni təlim mərkəzinin həcmi də böyüyür. Artıq xarici ordulardan ora belə deyim, təlimlər üçün gəlirlər və s. və s. ortaq təlimlər keçirir və s. bu şəkildə davam edir. Və dediyim kimi, bu özü ordunun inkişafının bir nümunəsidir. Və həmin 2021-dən sonra yaradılan komando sisteminin antiterror əməliyyatlarında və 2022 əməliyyatlarında hansı belə deyim, qabiliyyətli olduğunu gördük. Onların uğuru nə qədər çox oldu, xüsusiyyətlərlə paralel olaraq nə qədər fəaliyyət göstərdi və bu gün də həmin komando bölmələri daha da artıq təkmilləşir. Hər gün onlara yeni silahlar, texnologiyalar, geyim, təchizat verilir. Bəzən bizim kimi köhnə zabitlərin fikirlərindən də istifadə edirlər, sağ olsunlar. Yəni sayğı duyurlar, bizim təcrübəmizdən istifadə edirlər. Biz öz istiqamətimizdə fikirləri bölüşürük. Çünki sivildə olduğumuz üçün bizim məlumat alma balansımız, yəni sivil istiqamət üzrə deyirəm əlbəttə, daha çoxdur. İşte müəyyən şirkətlər və s. onlarla müəyyən yerlərdə oluruq, danışırıq və s. Bu şəkildə dediyim kimi inkişaf hal-hazırda davam edir və əminəm ki, bu inkişaf hər zaman yüksələn istiqamətdə davam edəcək. Çox təşəkkür edirəm sizə. Var olun, minnətdaram. Həqiqətən də sizə uğurlar arzulayıram və bayramınızı da təbrik edirəm. Çox sağ olun, minnətdaram. Gündəm Qarabağ verilişi bununla da yekunlaşır. Sizsə bizi dinləməkdə, izləməkdə davam edin. Sağ olun, salamat qalın.